Son zamanlar məktəblərdə şagirdlər arasında baş verən bıçaqlanma hadisələri artıb. Aprelin 19-da Gəncədə, mayın 16-sında Sumqayıtda baş verən hadisələrdən sonra bu dəfə analoji hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib. Digər iki hadisədən fərqli olaraq bu dəfə oğlan şagirdlər bir-birini bıçaqlayıb. Xəzər rayonu Binə qəsəbəsində yerləşən 218 sayılı orta məktəbdə də bıçaqlanma hadisəsi baş verib. 9-cu sinif şagirdi Camal Cabbarov 8-ci sinif şagirdi Asəf Mustafalıya kəsici alətlə xəsarət yetirib. Cinayət hadisəsi şagirdlərin göz önündə baş verib. Biz orada durmuşduq, qapını orada qırmışdılar. Orada durdu, 3 müəllim idik. Müəllim də onda zəng edən direktora gəlsin. Onda baxdıq ki, orada yığışdılar. Ondan sonra baxdıq ki, dalaşırlar. Müəllim telefonu qoydu, qaçdı. Qoyub qaçandan sonra orada dava hadisə. Müəllimcil ayıramadı. Bu bıçağı çıxartdı, ayıran adamı Qarakofda geymişdi. Onu bir buradan, bir də iki də böyürdən vurdular. Hadisə ilə bağlı dərhal təcili tibbi yardıma və polisə məlumat verilib. Xəsarət alan şagirdə tibbi yardım göstərilib. 218 sayılı orta məktəbin direktoru Əbülfət Bağırov deyir ki, hadisə mayın 17-si uşaqlar dərsdən çıxanda baş verib. Bu hadisə 17 may tarixində uşaqlar 5-ci saat dərsdən çıxanda, biri 9-cu sinifdə oxuyur, təzyiq göstərən, vuran, deyək ki, xəsarət alanda 8-ci sinifdə. Əslində deyəsən münasibətləri olan uşaqlardır. Dərsdən çıxandan sonra 8-ci sinif uşağı yenib idman zalında idman formasını dəyişib ki, ayrı yerə, harasa idmana gedir. Və sanitar qovşağında 3-4 dəqiqə əl üzün yumağa gedibdindən, digər şagird isə həmin günü dərsdə olmuyor. Baxmayaraq ki, gördünüz, 3 girişimiz var. Ağır məktəbdir. Heç bir girişdən daxil ola bilməyib, biraz narahat şagirddir. Birinci mərtəbənin dəhlizinin pəncərəsindən daxil olub və 3-4 dəqiqə ərzində, amma xəsarət alan özü də dedi ki, yəni münasibətləri var. Biz ona məsləhət bildik, belə uşaqla yaxşı münasibət saxlamağa dəyməz. Məktəb direktorunun sözlərinə görə bu Camal Cabbarovun törətdiyi ilk hadisə deyil. O, bundan öncə də başqa məktəbliyə qarşı buna bənzər hadisə törədib. Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Nərmin Murad, Xəyal İskəndərov, APA TV.